Salam əziz dil öğrenenler. Bugün sizinle İngiliz dilinin belki de en havalı, en yüksek seviyeli sirlerinden birine, reduction, yani gramatik kısalma sənətinə başvuracağıq. Mən sizin müəlliminiz ve bu ustad dersi boyunca bələdçinizəm. Bilirsiniz, eğer siz de o uzun uzadı, bitmek bilmeyen mürekkep cümlelerden yorulmusunuzsa ve fikirlerinizi əsl ustad redaktor kimi səlis, kəsərli ifade etmek istəyirsinizsə, tam olarak doğru yerdesiniz. Bugün biz o ağır, mürekkep gramatikanı, sade, gündelik yazınıza birbaşa tətbiq edebileceğiniz praktiki addımlara çevirəcəyik. Qahvəniz, qələm və dəftəriniz hazırdırsa, gəlin dərhal başlayaq. Gəlin qısa proqramımızın üzərindən sürətlə keçək. Birinci, qısalma sənəti və nəzəriyyəsinə baxacağıq. İkinci, qrammatik redaktanın 3 ana açarını kəşf edəcəyik. Sonra isə ardıcıl olaraq noun clauses, yəni ismi budaq cümlələri, adjective clauses, yəni təyin cümlələri və adverbial clauses, yəni zərflik bölməsinə, xüsusən də onun dəmir qanununa toxunacağıq. Sonda isə hər şeyi sintez edib o əsl redaktor düşüncəsini formalaşdıracağıq. Birinci bölməmiz qısalma sənəti və nəzəriyyəsi. Gəlin məsələnin kökünə enək. Təsəvvür edin, qarşınızda belə bir cümlə var. Cümlənin özünü oxuduqca necə ağırlaşdığını, necə yüklü olduğunu hiss edin. Furthermore, in order to potentially expedite the process, it might be beneficial to perhaps reconsider some of the initial assumptions, although this is not strictly necessary. Nə qədər səs-küy var, elə deyilmi? Nə qədər lazımsız söz yığını. Bilirsiniz, bəzən təcrübəsiz yazıçılar elə bilirlər ki, çoxlu mürəkkəb sözlərdən istifadə etmək onları daha intellektual göstərir. Amma əslində qətiyyən elə deyil. Ustad redaktor bilir ki, əsl məharət o cümləni dekonstruksiya edərək məğzini, yəni o brilyant hissəni ortaya çıxartmaqdadır. Bizim əsas missiyamız o xəyali qırmızı qələmi əlimizə alıb bu artıqları cəsarətlə heç qorxmadan kəsib atmaqdır. Bu prosesi beyninizdə böyük, güclü bir mexanizm, bir maşın kimi canlandırın. Qısalma, yəni reduction, cümlədəki o artıq bağlayıcıları, lazımsız əvəzlikləri sıxıb ataraq onu tək, bütöv və çox möhkəm bir sadə cümləyə çevirmək prosesidir. Pərakəndə kağız yığınlarının bərk bir metal bloka çevrilməsi kimi. Fikrimiz məhz belə yığcam və ağır olmalıdır. Amma burada böyük, çox böyük bir diqqət işarəmiz var. Sadə cümlələrdə qısaltma apara bilməzsiniz. Qısalma maşını yalnız iç-içə keçmiş budaq cümlələrdə, yəni bizim clauses adlandırdığımız mürəkkəb strukturlarda işə düşür. Bunu mütləq yadda saxlayırıq. İndi isə keçirik ikinci bölməyə. Qrammatik redaktanın 3 açarı. Bəs bu maşını hansı alətlərlə işlədəcəyik? Qarşımızdakı bu qızıl üçlüyə çox diqqətlə baxın. Hər dəfə mətni qısaltmaq istədiyinizdə əliniz qeyri-ixtiyari bu 3 alətdən birinə gedəcək. Birinci, sarı açarımız məstər, yəni to infinitive. Bu bizim əsasən ismi budaq cümlələri, yəni noun clauses üçün istifadə edəcəyimiz açardır. İkinci, o ortadakı yaşıl dişli çarx, participle I, yəni VING forması. Bu çarx təyin və zərflik cümlələrində əgər hərəkət aktivdirsə, yəni mübtəda işi özü görürsə işə düşəcək. Və üçüncü, mavi möhrümüz participle 2, yəni məşhur V3. Bu möhrü isə məchul növdə, yəni passiv strukturlarda vuracağıq. Bu iş simvol, to infinitive, VING və V3 sizin ən yaxşı dostlarınız olacaq. Üçüncü bölmə ismi budaq cümlələri veya İngilizce desək noun clauses. Noun clauses kısaldarkən özünüzə verəcəyiniz ilk, ən vacib sual budur. Hər iki tərəfin mübtədası eynidir, yoxsa fərqli? Gəlin baxaq. Əgər hər iki tərəfdə mübtəda eynidirsə, işimiz çox asandır. Birbaşa to infinitive istifadə edirik. Məsələn, she is happy that she is here. Burada that she is hissəsi nə qədər süni səslənir, elə deyilmi? Kəsib, atırıq və geriyə she is happy to be here qalır. Çox təbii, çox zərif. Amma əgər mübtədalar fərqlidirsə, bax burada bizə full to strukturu ilə bir növ qrammatik körpü yaratmaq lazımdır. It is necessary that he join the meeting demək əvəzinə körpünü qururuq. It is necessary for him to join the meeting. Hiss etdiniz fərqi? Bəs işin içinə zaman fərqləri girəndə nə baş verir? Məsələn, deyək ki, hərəkət keçmişdə artıq olub bitib və ya düz bu saniyə davam edir. Heç narahat olmayın. Əgər hərəkət əsas cümlədən əvvəl keçmişdə baş veribsə, biz zaman mənasını itirməmək üçün to have plus V3, məchulda isə to have been plus V3 strukturundan istifadə edirik. Təsəvvür edin deyirik ki, şirkətin pul oğurladığına inanılır. Oğurluq əvvəl olub, inanmaq isə indidir. Qısaldanda belə səslənir. The company is believed to have stolen some money. Bəs proses tam olaraq eyni anda gözümüzün qabağında davam edirsə, o zaman to be plus VING işə düşür. She is thought to be writing a book, yəni hal-hazırda yazdığı düşünülür. Zamanları bu şəkildə mükəmməl qoruya bilirik.
Təbii ki, hər dildə olduğu kimi ingilis dilində də xüsusi hallar var və biz onlara diqqət etməliyik. Birinci qaydamız lövbər kimidir. How, when, where, why kimi sual sözləri heç vaxt yerindən tərpənmir. Onları ata bilməzsiniz. Qısalma sadəcə onlardan dərhal sonra to infinitive əlavə etməklə yaranır. Məsələn, she asked me where to have lunch. Digər tərəfdən, qırmızı xəbərdarlıq nişanımıza baxın. Bu suggest, admit, deny kimi feillər üçündür. Bu feillər təbiəti etibarilə çox fərqlidir. Özlərindən sonra to infinitive tələb etmirlər. Mütləq gerund, yəni V-ing tələb edirlər. She admitted breaking the glass deyirik. Bunu ağlınızın bir kənarına mütləq yazın. 4-cü bölməmiz təyin cümlələrində qısalma, ingiliscə adjective clauses. Bu, mənim ən sevdiyim bölmələrdən biridir. Təyin cümləsini oxuyanda beyninizdə anında bir qərar ağacı, bir məntiq alqoritmi canlanmalıdır. İlk sualınız bu olacaq. Nisbi əvəzlik, yəni o who, which, that cümlədə hansı rolu oynayır? Tamamlıq da yoxsa mübtəda? Əgər o tamamlıq, yəni object rolundadırsa, əla. Sadəcə götürüb atırıq. The boy whom you don't like çevrilir the boy you don't like. Amma bir dəqiqə, bu əsil reduction deyil. Fikir verdinizsə, cümlə qısalsa da, daxilində hələ də başqa bir mübtəda və xəbər var. Əsl ustad səviyyəli qısalma yalnız və yalnız o nisbi əvəzlik mübtəda subject rolunda olanda baş verir. Gəlin indi o əsl sehirə baxaq. Baxın, məlum və məchul növ qərar ağacımız budur. Əvvəldəki o yaşıl dişli çarxı, weighing və mavi möhrü V3 xatırlayırsınız, hə? Bax, indi onları işlətmək vaxtıdır. Məlum növdə, yəni hərəkəti obyekt özü edəndə, əvəzliyi və köməkçi to be feilini atırıq, əsas feilə weighing əlavə edirik. The man who is talking to Salih dərhal çevrilir the man talking to Salih. Qısa və konkret. Məchul növdə isə işimiz daha da asandır. Əvəzliyi və köməkçi feili tamamilə silirik. Yerdə yalnız bizim tamamlama möhrümüz, yəni V3 qalır. The boy who was attacked by a dog necə olacaq? Bəli, the boy attacked by a dog. O artıq sözləri qayçı ilə necə səliqəli kəsdiyimizi hiss edirsinizmi? Təyin cümlələrində başqa maraqlı bir situasiya da olur. Bəzən heç əsas feil olmur. Ortada sadəcə bir to be, ardınca da isim və ya sifət gəlir. Bu halda o pozan metaforamızı xatırlayın. Sadəcə hər şeyi pozun. Nisbi əvəzlik və to be tamamilə yoxa çıxır. English, which is the international language, anında belə olur. English, the international language. Möhtəşəm. Bəs cümlədə must, should kimi modal feillər varsa, o zaman modallar qısaldıqda dinamik şəkildə to plus infinitive formasına keçir. Məşğulda isə to be plus V3 olur. Yəni, subjects that must be taught kimi ağır bir struktur yüngülləşib olur subjects to be taught. Çox rahatdır. Amma diqqət. Bura xüsusilə diqqət edin, çünki beynəlxalq imtahanların ən sevdiyi tələ məhz budur. Təyin cümlələrində bəzi sözlər var ki, mən onlara tətikləyicilər deyirəm. Onlar cümləni güclə, məcburi şəkildə to məslərinə çəkirlər. Kimdir onlar? Mütləqlik bildirən sözlər, the only, üstünlük dərəcəsi, the based və sıra sayları, the first, the next. Əgər cümləniz John is the only person deyə başlayırsa, inanın mənə, qayda sizi verbing yox, to understand me deməyə məcbur edəcək. Bu 3 pilləli kürsü qaydasını yaddaşınıza bərk-bərk həkk edin. Və gəldik 5-ci bölməyə. Zərflik, yəni adverbial clauses və onun dəmir qanunu. Burada artıq zarafat yoxdur. Buna nəyə dəmir qanun deyirəm bilirsinizmi? Çünki bu qaydanı qıra bilməzsiniz. Bu, üstündə iri bir qıfıl olan qapı kimidir. Zərflik cümlələrində qısalma apara bilməyiniz üçün baş cümlə ilə budaq cümlənin mübtədası mütləq, amma mütləq şəkildə heç bir istisna olmadan eyni olmalıdır. Təsəvvür edin, mən küçə ilə gedərkən yağış yağmağa başladı deyirsiniz. Burada mən və yağış iki tamamilə fərqli mübtədadır. Deməli, burada qısalma etmək mütləq şəkildə mümkünsüzdür. Əgər eynidirsə, o zaman because, as kimi səbəb bağlayıcıları tamamilə atılır, amma before, since, while kimi zaman bağlayıcıları çox vaxt saxlanılır. Qıfılın necə işlədiyini anladıqsa, gəlin matrisiyə keçək. Mübtədalarımızın eyni olduğundan əmin olduq, qıfılı açdıq. İndi matrisimiz işə düşür. Bu bölmədə qısalma həm zamana, həm də növə, yəni aktiv-pasiv olmasına görə 4 hissəyə ayrılır. Əgər iki hərəkət tam eyni anda baş verirsə və aktivdirsə, o zaman sevimli doing, yəni V-ending strukturunu işlədirik. Məchhuldursa, done və ya being done. When we were watching TV, qısalaraq necə zərif, when watching TV formasına düşür, görürsünüzmü? Yox, əgər bir hərəkət tam bitib, sonra digəri başlayıbsa, o zaman bizim having done, məchhulda isə having been done strukturlarımız köməyə çatır.
Bax, burada ingilis dilinin o əsl gizli sehirlərindən biri ilə tanış oluruq. Bayaq dedik ki, because kimi səbəb bağlayıcıları atılır. Yaxşı, bəs o boyda məna hara uçub gedir? Heç yerə. Bu dahi bir dizayndır. Bağlayıcını atdığınız zaman yaranan o V-ing forması səbəb mənasını sanki bir süngər kimi öz içinə çəkir, hopdurur. Needing some money, Sue cashed the check. Yəni pula ehtiyacı olduğu üçün Sue çeki nağlaşdırdı. Eyni məntiq zamana da aiddir. Walking down the street deyəndə o V-ing öz-özlüyündə küçə ilə gedərkən, yəni eyni vaxtda baş verən hadisə mənasını daşıyır. Sadəcə və sadəcə çox elegantdır. Nəhayət 6-cı və son bölməmizə çatdıq. Sintez və redaktor düşüncəsi. Artıq bütün parçaları bir araya gətirmək vaxtıdır. Təqdim edirəm. The Ultimate Reduction Cheat Sheet, yəni yekun qısalmış şparqalkamız. Bu, bugünkü dərsimizin düz tacıdır. Burada biz hər üç budaq cümlə növünün noun, adjective, adverbial eyni anda bir cədvəldə necə davrandığını görürük. Sizə bir müəllim məsləhəti verim. Mütləq bu yekun matrisi beyninizə həkk edin. Hətta mətn yazarkən gözünüzün qarşısında olsun. Öyrəndiyimiz bütün o mürəkkəb qaydalar, o uzun cümlələr məhz bu kiçik səliqəli qutuların içinə sığışır. Hər şey bu qədər sistemlidir. Və əlbəttə ki, yekunlaşdırmadan öncə kiçik lakin çox vacib bir detalı da xatırladım. Bəzən elə bağlayıcılar var ki, bizim o qısalma maşınımıza birbaşa girmək istəmirlər. Məsələn, also, yəni baxmayaraq ki, bağlayıcısı, o biraz inatkardır. Biz onu qısaltmaq istəsək, also mütləq şəkildə söz önünə, yəni in spite of və ya despite kimi formalara çevrilməlidir və ardınca da wing gəlməlidir. Also he works hard cümləsini bir ustad kimi qısaldanda in spite of working hard alırıq. Gördüyünüz kimi, hətta ən inatkar bağlayıcılar belə bizim redaktor maşınımızda öz zərif həllini tapır. Dərsimizi isə bugün kəşf etdiyimiz fəlsəfəni əks etdirən çox güclü bir qeydlə bitirmək istəyirəm. Mükəmməl qrammatika, yalnız qaydaları bilmək deyil, artıq olanı görüb cəsarətlə kəsməkdir. Mürəkkəbliyi sadəliyə, səsi mənaya çevirin. Bugündən etibarən istər ingiliscə bir məqalə oxuyanda, istərsə də vacib bir e-mail yazanda o qırmızı ustad qələmini beyninizdə canlandırın. Qorxmadan, cəsarətlə lazımsız yükü atın və cümlələrinizi o bərk metal blok kimi qüvvətli, təmiz və güclü olun. İndi özünüzə bu sualı verin. Sizin növbəki cümləniz nə qədər kəsərli olacaq? Məni dinlədiyiniz və bugün öyrənməyə ayırdığınız vaxt üçün təşəkkür edirəm. İzaflarımızın növbəti hissələrində görüşənədək uğurlar.